Təşəkkür edirik doktor, çox sağ olun. Parfümlər, ümumiyyətlə bir parfümə allergiya varsa hamısına qarşı allergiya olur. Bir də onu deyim. Çünki onların hamısı kimyasaldır. Doğal parfümlər bəlkə, məsəl üçün lavanta şeyləri, yağları, nanə yağları, nəsə bir şey ya da hər hansı bir şeylər onlar təsir göstərməyə bilər. Amma bizim paket halında aldığımız, mağazindən aldığımız parfümlər kimyasal ortamda hazırlandığı üçün onların hamısına qarşı allerjik reaksiyon olur xəstələrdə. Sadəcə bir parfümə qarşı olmur. Ona görə mümkün olduğu qədər istifadə etməmək lazımdır. Aha. Bir nəfər yazıb, bəs dərimizdə allergiya ya da sadə səpkini necə ayırt etməliyik? Yenə təbii ki, görünümünə görə. Normalde allergiyalar birinci özelliği mesela heç bir dəri allergiyası qaşıntı olmadan getməz. Çünkü orada histamin yaranır dərimdə. O mast hüceyrə dediğim az önce partlayanda orada çıxan leykotrin, prostaglandinlər, histamin kimi maddələrdir ki, qızartı, qaşıntı yaranması çox önəmlidir və qaşınmadan heç bir allergiya olmaz. Yəni bir dəri qaşınmırsa demək ki, allergik deyil. Başqa bir dəri xəstəliyini araşdırmaq lazımdır. Ona görə xəstədə qaşınan, qızaran, basmaqla solan səpkilər və çoğu zaman eyni yerdə uzun müddətli olmur. 24 saata sönür, başqa bir yerdə yaranmış olur. Bunlar övrədir məsəl üçün. Ya da ekzema, atopik dermatit, dərinin üst təbəqəsi soyulubdur, qabıqlanır, quruyur. Orada artıq çatlamalı, bəzən qansızmalı yaralar yaranır ki, bu ekzema, atopik dermatit. Yəni iki ən çox dəri xəstəliyi daha çox görürük biz allergiyana ilişkili olan. Bunlar allergik olduğunu təyin etmiş oluruq. Mütləq görüntüsü önəmlidir bizim üçün. Yəni ona görə telefonda ya da xəstə gələndə mütləq şəkildə onun o vəziyyəti ilə görüb müalicəyə başlamamız vacibdir. Tamam. Salam, ara sancması ilə qızartı ilə yanaşı göyərmə səbəbi nədən ola bilər? Göyərmə, düzü mən görməmişəm, yəni arı sancandakı o durumda. Ən çox qızartı olur, bəlkə sağalma dönəmində göyərmə ola bilər orada. Amma çünki arı sancdığı dönəmdə, arı sancdığı kimi orada yenə damar, o vazodilatasyon olur da, o sitokin salgılamasına bağlı, bradikininlər, leykotrinlər orada damar geçirgənliyini artırırlar və orada ödəm, şişlik yaranır. Qızarıqlıq və şişkinlik, qaşıntı görülür. Göyərmə çox gördüyüm bir reaksiyon deyil, mən görməmişəm. Yəni hər hansı bir yerdə də şeylər, amma bəlkə iyiləşmə dönəmində yarana bilər o göyərmələr. Kəskin dönəmdə görsənməz, yəni çox fazla göyərmə. Aha. Bir nəfər yazıb, üveyt və allergik konjunktiviti necə fərqləndirmək olar? Qan analizləri və klinik əlamətlərdə əsas fərq nədə olur? Şöyle bax, bir dənə məsələn bu yaxınlarda bir xəstəm var idi mənim. İşte həm üveyti var, həm allerjik konjunktiviti var idi çocuğun. Allerjik deməmiz üçün xəstənin qaşıntı, yenə gözündə qaşıntı, qızarıqlıq, axıntılar olur. Məsələn, üveytdə qaşıntı olmaz. Daha çox ağrı ilə gələr xəstələr. Üveyt sistemik xəstəliyin bir əlamətidir. Yəni revmatoloji xəstəliklər, autoimmun xəstəliyin bir təzahürüdür. Ya sistemik olaraq xəstənin qızdırmaları, ondan sonrasında oynaq ağrıları və ya genəlliklə vücudda bir ağrılar gelişə bilər. Ağız içi yaraları, cinsiyyət orqanında yaraları və digər sistemik xəstəliklə birlikdə bağ toxuma xəstəliyidir. Amma allergik xəstə, allerjik konjunktivit də tək başına olmaz. Allerjik konjunktivitə də mütləq eşlik eləyən xəstənin burun axıntısı, askırması, yəni allerjik riniti, ondan sonrasında və ya asması birlikdə ola bilər. Belə olan hallarda biz deyirik ki, iki xəstəlik birlikdə allerjik konjunktivitlə mütləq şəkildə asmasını, rinitini də görmüş oluruq xəstənin. Üveytdə elədiyimiz allerji testlərində heç bir reaksiyon görmürük. Amma allerjik konjunktivitlərdə spesifik IgE dediğimiz dəri pirik testlərində allergen təyin edilmiş olur. Bunlardan ən arada qalmış durumu günəş allergiyasına bağlı. Əgər allerjik konjunktivitdirsə xəstə, yenə ayırmamız biraz zor. Çünki günəş allergiyasını təyin edən bir test yoxdur. Yalnızca xəstənin şikayəti mövsümsel olur. Günəş, yəni yay dönəmlərində olması, yəni anamnezində təyin etdiyimiz şeyə görə deyə bilər ki, bu allergiyadır. Üveytin yəni mövsümlə əlaqəsi yoxdur. Üveyt atağına girdiyində xəstə bu şəkildə davam edə bilər. Simptomları ola bilər. Ona görə simptomatikada qaşıntının, özellikle ağrını, qaşıntı və qızarıqlıq, axıntının olması, göz ağrıları daha çox üveytdə görülə bilər və ya batma şəklində ağrılar görülə bilər gözdə. Bir də digər klinik əlamətlərinə görə təyin etmiş oluruq. Aha. Salam, öncə təşəkkür edirik ətraflı məlumat verdiyiniz üçün. Sualım bu idi ki, məndə də burun qıcıqlanması, tutulması və askırmalar olur. Adətən səhərlər daha çox olur. Son zamanlar bir-iki dəfə gözdə də qaşınma olub çox cüzi. Bir dəfə müalicə almışam, dərmanlar bitən kimi yenidən başlayıb. Nə edə bilərəm? Nə məsləhət görərsiniz? Bronxial asmaya keçmə ehtimalı nə qədərdir? Bəzən xırda-xırda öskürəklər olur. Mütləq müayinə edilməlidir o xəstə. Bir də
allergen testləri etmək lazımdır. Yəni tənəffüs allergoloji panel dediyimiz test etməmiz lazımdır xəstəyə ki, allergen nədir? Bu xəstəni qıcıqlandıran şey. Yəni burun özəlliklə allergik rinit xəstələr səhər başlayır xəstəliyi. Səhər yuxudan oyanan kimi başlayır askırmağa. Burun tıxanıqlığı və axıntı ilə oyanırlar genəlliklə və ya boğazdan arxaya doğru axıntı ilə. Xəstənin allergik asma deyə bilmərik bu xəstəyə. Çünki allergik asma illə hər allergik rinit astıma dönüşəcək deyə bir şey yoxdur. Varsa zaten indi simptomlar ola bilər xəstədə. Yəni xırıltı, xışıltı sinəsində, fit verici səslərin gəlməsi və s. və nəfəs darlığı kimi əlamətlərin olması. Mütləq bu xəstənin test olması, yəni allergiya testlərinin olması lazımdır ki, tənəffüs allergoloji paneldə allergeni təyin etmək, ondan sonra ondan qoruyucu önləmləri anlatıb müalicəsini təyin etmək lazımdır. Tamam. Atopik dermatit allergik xəstəlikdirmi, yoxsa dəri zöhrəvi? Allergik xəstəlikdir. Yəni belə deyim də sizə, atopik dermatit allergik və non-allergik dediyimiz IgE ilə bağımlı və IgE-dən bağımsız reaksiyadır. Genəlliklə uşaqlarda gördüyümüz forması, yəni uşaqlar və ya böyük dönəmlərdə də gördüyümüz genəlliklə allergiya 4 yaşa 2-4 yaş arasında ən çox görülən forması qida allergiyasına ilişkili olur. Daha böyük uşaqlarda isə ev tozu gənəsi və polenlərlə ilişkili atopik dermatitlər rastlanmış olur. Böyüklərdə də rastlanıla bilər bu arada. Böyük dönəmlərə qədər də qala bilir. Bu xəstəlik daha da ağırlaşma ehtimalı olur. Amma genəlliklə həm dermatoloqlar, həm də allergoloqlar müalicə edə bilərlər amma. Bir nəfər soruşur ki, deyirlər ki, körpələrə bal vermək ölümünə səbəb ola bilər. Bu nə dərəcədə doğrudur və nəyə görə ölmə səbəb olur? 1 yaşa qədər bal vermək olmaz uşaqlara. Botulinum toksini ehtimalı var, onlardan keçə bilər və xəstədə ölümcül reaksiyon səbəb ola bilər. Ona görə 1 yaşa qədər vermək, 1 yaşdan sonra bal verilə bilər amma. Bir də insanın suya qarşı allergiyası ola bilərmi? Bəli, olur. Bəzi insanlar var. Buna akvajenik, xolinerjik ürtikərlər, xolinerjik övrənin bir növüdür, akvagenik ürtikər deyirik. Mən var 2-3 dənə xəstəm, baseynə girə bilmirlər. Yəni əsasən hovuza girdikləri zaman bədəndə köpəşmə və övrələrin yaranmasına səbəb ola bilir. Bəzən hətta anidən xəstə soyuq hovuza atlandığı zaman anaflaksiya keçirə bilər. Bütün bədəndəki o mast hüceyrə deqranülyasiyası sayəsində. Ona görə məsələn o xəstələrdə bəzi xəstələr var ki, düzdür, mənim elə bir xəstəm yoxdur hələ ki. Məsələn, adi krant, gündəlik əl üzünü yuyuruq biz. Əl üzünü su ilə yuduğu zaman başlayır şişməyə, köpəşməyə xəstənin. Bu ağır durumlardır təbii ki. Burada işte bu durumlarda biz omalizumab dediyimiz dərman var. Özəlliklə vücudda genel bir allergiya var. Hər şeylə tetikləndir allergiyam. Adi su nədir ki, suyun tərkibində heç nə yoxdur, amma ona bağlı xəstənin əli, ayaqları, üzü şişir. Elə olan hallarda təmas nəticəsində. Elə omalizumab dediyimiz iynə var ki, bu allergiya iynəsidir. Bədəndə olan spesifik immunoglobin E ilə yarışa girir. Gedir o mast hüceyrə üstündə bir örtük kimi örtür ki, bu xəstə allerjik reaksiyondan qarşısını alaq. 1 il müddətində vurulması lazımdır. Hər ay vururuq o iynəni. Ən effektiv müalicə odur. Ya da antihistamin oral istifadəsi. 1 ildən sonra düzəlir doktor, artıq allergiya yaranmır. Bəli, 1 ilin sonunda bu xəstələr düzəlirlər. Bəli, o iynənin müalicə nəticəsində. Tamam. Salam, psoriaz xəstəliyinə nə tövsiyə edərsiniz irəliləmiş halda? Psoriazis dermatoloji xəstəliyidir, allergik deyil. Özəlliklə məsələn o atopik dermatitlə çox qarışır, amma psoriaz tutulumu genəlliklə çöl səthlərdir. Məsələn normalda atopik dermatit büks nahiyələrini tutursa, dirsəyin içini tutursa, psoriaz diz dirsək nahiyələri də əl üstündə olur. Onun müalicəsini dermatoloqlar məndən daha yaxşı bilirlər. Psoriaz xroniki və autoimmun xəstəlikdir. Yəni uzun sürə davam eləyir. Yenə müalicəsində nəmləndiricilər və hormonal steroid tərkibli kremlər istifadə olunur. Bəzən də immunosupressivlər, bəzən də fototerapiya dediyimiz özəl müalicə üsulları var. Onlar verilə bilir, amma məndən daha yaxşı dermatoloqlar bilir bu müalicəsini. Tamam. Salam, klinika ödəmi xronik bir allergiya xəstəlikdir, yoxsa müalicə ilə keçə bilərmi? Keçə bilirsə hansı müalicə ilə? Yəni, klinika ödəmi dediyimiz anjiödəm ola bilər. Herediter anjiödəm dediyimiz fərqli bir xəstəlik də var. Herediter anjiödəm, belə deyim də sizə, allergik xəstəlik deyil. Bu, C1 esteraz inhibitor dediyimiz bir
maddə var vücudumuzda. Bu komplement sistemini aktivləşdirir. Cebresteraz inhibitor olmadığı zaman komplement sistemi aşırı dərəcədə çox çalışmaya başlayır. Belə olanda bədəndə müxtəlif nahiyələrdə, işte barmağımda, gözümdə, ağzımda, bəzən də qırtlaqda şişliklər, ödemlər yaranmış olur. Bəzən də bağırsaqlar şişir xəstələr. Bir neçə xəstəm var mənim belə cebresteraz inhibitor əksikliyi olan. Genetik xəstəlikdir. Mütləq şəkildə onun iynəsi var, dərmanı var. Cebresteraz inhibitorun özü var ki, onu damar yolu ilə vuruq və ya dəri altında subkutan forması var. Ya da heç bir şey yoxdursa əlimizdə plazma dediyimiz təzə donmuş plazma. İnsandan alınan qanın plazmasını xəstəyə köçürürük ki, müalicə eləyək xəstəni. Bu xəstədə heç bir antihistamin, steroidlərin bir faydası olmur. Herediter anjiödəmdir. Tamam. Ağır xəstəlikdir yəni. Aha. Salam doktor, məlumat üçün təşəkkür edirik. Doktor, çox təşəkkür edirik ətraflı izahınız üçün. Sonra bir nəfər yazıb, qida allergiyasının olub-olmadığını anlamaq üçün öncədən bir üsul varmı? Öncədən xeyr, bir üsul yoxdur. Yəni bir uşaq doğulanda bir test eləmirik ki, bunun hər hansı bir şeyə qida allergiyası olar ya da olmaz. Qidaları verdikdən sonra ən altın standart metod dünyada, yəni ən önəmli şey denəmə yanılmadır. Yəni uşağa verəcəm o qidanın ona qarşı bir reaksiya olub olmadığını gördükdən sonra mən o qidanı eliminasiya edə bilərəm xəstədən. Yoxsa yəni bütün dünyada istifadə olunan ən yaxşı üsul budur. Hətta biz poliklinikdə belə xəstələrə o qidanı pişirib gətirib həkim yanında tibb bacımız var ki, o yarım saatda bir bölüb, məsələn yumurta sarısıdır, 4 yerə bölürük, orada yedirtirik. Yarım saatda bir xəstəni müayinə edirik ki, əgər şübhəli bir reaksiya görübsə ana, qorxursa evdə verməyə, biz xəstəxanada, poliklinikada verib, onu görüb 2 saatda gözləmləyəndən sonra xəstəni evə göndəririk. Amma öncədən hər hansı bir şeylə təyin etməyin anlamı yoxdur yəni. Elə bir diaqnostika metodu yoxdur yəni. Tamam. Salam doktor, bu yay məndə və bir çox yaxınlarında əl, ayaq bölgələrində və ağız içində səpkilər yarandı. Bəziləri suluq kimi idi, təxmini 2-3 gün ağrılı oldu, sonradan soldu. Müşahidə etdiyim qədərilə yoluxucu idi. Bu haqda məlumat verə bilərsinizmi? Bu çoxdur. Biz də çox görürük xəstəxanada, poliklinikada. Coxsackie virusu var. Bu çox yayılıbdır indi ortalıqda. Əl, ayaq, ağız xəstəliyinə səbəb ola bilir. Balaca virus vezikülər lezyonlardır. Bu herpes qrupu viruslarının bir növüdür də, elə düşünün, su çiçəyi kimi. Balaca, amma su çiçəyidən daha yüngül formada keçir. Tezdə sağalır. Yəni bunun özəl bir müalicəsi yoxdur. Sadəcə ağız baxımı, ağız oral spreylər falan təyin oluna bilər xəstəyə. Dərsinə də qurutmaq üçün onları zilyonka və ya quruducular istifadə oluna bilər. Başqa heç nəyə ehtiyac yoxdur. Amma çox yayılıb. Hovuzlarda, özəlliklə bağçalarda uşaqlardan uşağa keçə bilir. Ən çox gördüyümüz, ən çox da hovuzdan mən gördüm. Bir neçə erişkin böyük xəstələr də gəlmişdi hətta eyni şəkildə lezyonlarla. Qorxulan bir şey deyil, hər hansı fəsadı falan qalmır. Amma çox yayılıbdır indi hal-hazırdakı vəziyyətdə. Salam doktor, öncəliklə təşəkkürümü bildirirəm. Həşərat dişləmələri zamanı səpkilər üçün hansısa krem və ya dərman vasitəsi məsləhət görə bilərsinizmi? Həşərat dişləməsində ən çox mənim yazdığım topikal antihistaminlərdir. Allergozan var, məsəl üçün bizim apteklərdə satılan krem, o çox yaxşı təsir göstərir. Orada olan qaşıntını, qızarıqlığı alır və oral, ağızdan içilən antihistaminlərdir ən çox. Yəni ən zərərsizi belə deyim də sizə. Steroidli kremlər çox tərcih eləmirəm. Yəni çox ağır durumlarda, o az öncə anlattığım o çox böyük, geniş sahələri yayılan durumlarda və çox qaşıyır, uşaq yaralayır, dırnağın dibindən stafilokoklar girir dəriyə, orada ikincili infeksiyaya səbəb olursa, steroid və antibiotik tərkibli kremlər də yaza bilirəm. Amma ən yaxşı oral ağızdan içilən antihistamin və dəriyə sürülən antihistamin kremlər istifadə oluna bilər. Tamam. 30 SPF-dən böyüklər də istifadə edə bilərmi? Edə bilərsiniz. Bəli, 30 SPF. Mən genəlliklə 30 SPF önərirəm hər kəsə. Çünki 50 ilə 30 arasında bir fərq yoxdur əslində. Amma dərim incədir, nazikdir, çox açıq tənliyəm, tez müddətdə şiddətli bir allerjik reaksiyon oluram günəşin təsirinə. O zaman 50 də yazıla bilər. Amma dediyim kimi 30-50 arasında çox da böyük bir fərq yoxdur. Tamam. Salam, bəs bitkilərə, ağaclara, torpağa toxunan zaman ümumiyyətlə təbiətdə vaxt keçirərkən baş verən allergiya gözlərin şişməsi zaman nə etmək lazımdır?
O işte alerjik konjunktivit olur. Çok böyük ehtimal. Antihistaminlər yəni mütləq şəkildə istifadə edin. Bir də yəni test eləmək lazımdır. Aeroalergenlər özəlliklə bu ağacların, otların polenləri ola bilər. Torpaqda çox olmaz gerçi də amma ağac, otlu, havada əgər bir reaksiyon keçirirsə xəstə çölə çıxdığı zaman yaz aylarında mütləq şəkildə birinci növbədə dəri testi qoyub, sınaq testi qoyub hansı allergenə qarşı varsa onu təyin etmək. Ondan sonra o dönəmlərdə istifadə etməsi üçün dərman preparatları, işte medikal müalicələr təyin etmək lazımdır. Bu arada ağacların, otların da immunoterapiyası var. Məsəl üçün mənim bir neçə xəstəm var, sərv ağacına qarşı allergiyası var. Onlara allergen immunoterapisi başlamışam. Onu da mövsüm öncəsi başlayırıq biz. Məsəl üçün dekabr, əgər mövsüm martda başlayırsa, dekabr, yanvar, fevral 3 ay boyunca xəstənin dəri altına vururuq sərv ağacının allergenini də balaca dozalarda ki, mövsüm gələndə onun polenlərinə qarşı bədən artıq öncədən tanımış olur onları. Sanki peyvənd vurmuşam mən bədənimə, o qızılca məxmərək üçün. Sonra mən o infeksiyonu keçəndə bədəndə artıq hazır qoruyucular olur ona qarşı. Onun kimi bir şeydir. Ona görə məsəl üçün uzun dönəm polen allergiyasından əziyyət çəkən xəstələrə biz allergen immunoterapisi, əgər bir allergeni allergiyası varsa, allergen immunoterapisi təyin edə bilirik. Və o bir il müddətinə qoruya bilir, ya necə? 1 il deyil, 4 il eləyirik allergen immunoterapiyasını. Tamam. 4 il hər mövsüm öncəsi 3 ay eləyirik. Doktor, təşəkkür edirəm məlumat üçün. Ətirlərə allergiya dəriyə vurduqda olur və hər ətirə qarşı olmur və bədənin də hər yerində olur. Məsələn, daha çox boyun arxasında və ya biləkdə səpmə, qızartı, qaşıntı olur. Sırf ola bilərmi bəzi kimyəvi maddəyə qarşı olsun və ya hansı maddəyə qarşı olduğunu necə müəyyən etmək olar? Onun maalesef mümkün deyil. Kimyasallardır, tərkibi qarışıq ətirlərdir və ya şeylərin, onların bir testi yoxdur. Yəni ancaq onu yenə aldığınız ətirin, hansı ətir kullanırsınızsa, əgər ona qarşı bir reaksiyonunuz olubsa, onu dəyişdirmək lazımdır. Əgər fərqli bir ətirlə olmursa. Mən belə bir şey görməmişəm, amma mənim genəlliklə gördüyüm xəstələr bütün ətirlərə qarşı, bütün o firma malzemələrinə qarşı. Bəzən də ən çox, məsəl üçün, mən məsləhət görmürəm o şey, çakma deyirik də, bu şey orijinal olmayan parfümləri dəriyə mütləq sıxmayın heç bir zaman. Yəni o direkt dəri xərçənginin ən önəmli risk faktorlarından biridir. Yəni bunu böyük bir çalışmalar falan da göstəribdir ki, o şey parfümlər, dolma parfümlər ya da əldə hazırlanan parfümlərin hamısı dəri xərçəngi. Ona görə mümkün olduğu qədər paltarınıza sıxa bilərsiniz ki, dəriyə təmas eləməsin deyə. Ən yaxşı qoruma yöntəmi bu ola bilər. Çünki dəriyə sırf sürtdüyümüz zaman o zaman reaksiyonlar olur. Amma paltara sıxsaz olmaz. Aeroalergen olduğu üçün bu parfümlər burnundan, gözdən də girə bilər ki, gözdə konjunktivit, burunda qaşınma falan yapmırsa, əgər sadəcə dəri reaksiyonu verirsə, dəriyə mümkün olunca sıxmayın. Daha çox üst geyiminizə sıxa bilərsiniz ki, o da şey eləməsin, alerjik reaksiyon yapmasın. Amma genəlliklə kimyasalların özəl bir testi yoxdur. Onları ölçən, təyin edən. Anafilaksiya zamanı ilkin yardım olaraq nə edə bilərik adrenalin vurulana qədər? Adrenalindən başqa heç nə. Yəni o xəstənin əgər bilinci gedibsə, mütləq pozisiya verməkdə, ayaqlarını yuxarı qaldırmaq, təzyiqi düşür çünki. Birinci növbədə bayılıbsa, gedibsə özündən. Hava yolunu açıq tutmaq lazımdır. Xəstənin süni tənəffüs vermək lazımdır. Əgər çöldə görmüşəmsə, bir xəstə bayılıbsa, özündən gedibsə, adrenalin mütləq şəkildə cibində və ya bir yerdə daşıması lazımdır. Bu xəstənin əgər yoxdursa, dediyim kimi bu önləmləri elib ürək masajına başlamaq, ürəyi durubsa mütləq şəkildə, yəni bu ABC dediyimiz hava yolunu tutmaq, solunumunu və kardiyovaskülər sisteminin birinci növbədə necə deyim, başlamaqla, yəni kalp masajına başlayırsan, süni tənəffüs versən və pozisiya versən xəstəyə təcil yardım gələnə qədər. Başqa yöntəmimiz yoxdur, yəni bu şeydən qorumaq üçün. Amma adrenalin mütləq ən önəmli şeydir. Maalesef adrenalin vurulmur zaten bizdə. Bizdə birinci növbədə deksametazon vurulur xəstələrə. Hələ də o alışqanlığı əldə etməyiblər həkimlərimiz. Amma adrenalin vurulmalıdır öncəliklə. Bəli, mütləq. Həyat qurtarır. Önəmli şeydir adrenalin. Yəni dönə-dönə 100 dəfə deyirik, yəni yenə də eyni şey eləyirlər. Özellikle rayon bölgələrində çalışan həkimlər birinci növbədə dimedroldan deksametazon vururlar xəstəyə, ölümcül durumda gələn bir xəstəyə ki, halbuki ona adrenalin erkən dövründə vursaq, o xəstənin həyatı qurtarıla bilərdi. Və xəstələrin çoxu da vəfat edilir bundan dolayı. Anladım. Çox sağ olun ətraflı izah üçün. Salam, takrolin kremini istifadə edirəm göz altında olan allergiyası üçün. Kremi azaldan zaman yenə təkrar edir allergiyam. Bunun üçün nə edə bilərəm?
Takrolin immunosuppressivdir, siklosporin tərkibli kremdir genəlliklə. Bu atopik dermatitdir yəqin ki, dəri şeyində lezyonları xəstənin də. Takrolinlə olan hər hansı bir, necə deyim sizə, ağırlaşma yoxdur. Mənim məsləhətim takrolini uzun dönəm istifadə eləsin. Özəlliklə takrolinin məqsədi zaten incə dərilərə, özəlliklə barmaq aralarıdır, göz qapağımdır, üzümdəki olan hər hansı bir ekzema, atopik dermatit ya da səpkilərim olursa istifadə edə bilərsiniz. Uzun dönəm məncə istifadə eləsin, amma səbəb nədir, nə deyil, onun araşdırılması üçün testlər eləyə bilər ki, araşdırılsın ona bağlı olaraq. Amma çoğu zaman böyüklərdə bir allergen təyin etmək mümkün olmur. Əgər uzun dönəm istifadə etməkdən qorxursa, qorxmasın, istifadə eləyə bilər. Ondan bir zərər gəlməz. Sadəcə göz içinə girmədiyi sürətdə mütləq göz ətrafına siklosporin tərkibli krem sürtə bilər. Yəni ondan bir zərəri olmaz. Araşdırılması üçün mütləq şəkildə müayinə olması lazımdır xəstənin. Tamam. Salam, öncəliklə təşəkkürlər doktor. Aprel ayından oktyabra kimi burun, boğaz, gözdə qaşınmalar, qrip əlamətləri olur. Bu allergiyaya qarşı məsləhətlərinizi bilmək istərdim. Yenə də test edib allergen tapmaq lazımdır. Onun müalicələrdə hər zaman şeylər təyin edirik. İşte antihistaminlər, oral ya da intranazal steroidlər verilə bilər xəstəyə. Allergen tapdıqdan sonra da immunoterapiya təyin edə bilər. Əgər bu şeylərdən qurtarmaq istəyirsə, yəni çünki çox yorucu bir şeydir. Sürekli bir xəstənin burnunu yuyub burnuna sprey sıxması hər gün, gündə 2 dəfə, hər gün ya da ayda nə bilim 15 gün normaldə 2 həftə, 3 həftə biz antihistamin təyin edirik xəstələrə ki, onu içmək həqiqətən şey olur, yorucu olur. Uzun dönəm dərman istifadəsi. Bundan şeyləmək üçün mütləq şəkildə xəstənin həm qoruyucu önləmlərə şeyləməsi, həm də allergen immunoterapiyası açısından da həkim müayinəsində kontroldə olması, dəri pirik testi ya da qanda baxılan allergiya testlərini etmək məsləhət görülür. Tamam. Hər hava isti olanda mənim əlimin üstü xırda-xırda səpir, aşırı dərəcədə qaşınma verir. Bir də əlimin içində güclü qaşınma verir. Yalnız əllərimdə olur, tərləmə olmur. Nədən olar bu? Onun dermatoloqa getməsi lazımdır, bir də müayinə olması lazımdır xəstənin də allergiya ilə bağlı varmı, yoxmu? İstinin təsirindən ola bilər şeylə, balaca səpkilər, suluq kimi səpkilər ola bilir bəzən xəstələrdə. Amma bu da yenə tərvəzlərin tutulmasına bağlı oluşa bilir, tərvəzlərin iltihaplanmasına bağlı yaranmış o milyariya dediyimiz durum ki, orada bəzi mentollu losyonlardan istifadə edirik əl içinə. Amma mütləq şəkildə ya əgər allergiya ilə ilişkisi varsa, bəzi testlər eləyirik xəstələrdə, ona görə müalicə təyin etmiş oluruq xəstəyə. Tamam. Hocam, zinət əşyalarına qarşı xüsusilə də qızıl, gümüş, polad olmayan materiallar, bu kimi allergiyaların müalicəsi varmı? Kontakt dermatitdir, onun bir müalicəsi yoxdur. Sadəcə yəni doğal metallar, yəni qızıl, gümüş kimi maddələrlə çox olmur reaksiya, amma olursa da onlardan istifadə etməyəcək. Onun özəl bir başqa, yəni qalıcı, yəni immunoterapiya kimi belə uzun müddətli bir müalicəsi yoxdur da, ömürlük buna qarşı bir reaksiyon olmasın deyə bir şey yoxdur. Tamam. Təşəkkürlərini bildirənlər var. Sonra bir nəfər yazıb, dəyərli vaxtınızı ayırdığınız üçün çox sağ olun doktor. Sonra salam, öncədən təşəkkürlər. Bədəndə kürək nahiyəsində aknelerin artması istidən olurmu? Ya hər hansı bir allergiya xarakterlidir? Müalicə nə məsləhət görərsiniz? Hansı kremlər istifadə oluna bilər? Akne ümumiyyətlə allergiyada görülən bir səpki deyil. Yəni püstül dediyimizdə irinli səpkilərdir. Bunlar çox görülməz. Kürək nahiyəsidir, bizim işte bu iki kürək sümüyünün ortasıdır ya da sinədə olan bu boyunun altındakı nahiyələrdir, üzdəki T bölgələrdir. Bunlar tər vəzləri ilə, yağ vəzlərinə zəngin sahələrdir və oralarda günəş şüasının təsirindən tərləmənin artması, dedim, yenə o tər vəzlərin tıxanmasına səbəb ola bilər. Yəni və ya yağ vəzlərinin aşırı dərəcədə artıb çoxalmasına, yəni funksiyasının artmasına səbəb ola bilər və buna bağlı olaraq xəstənin akneləri arta bilər. Yəni bunu dediyim kimi dermatoloqlar daha yaxşı müalicəsini sağlayırlar ki, qoruyucu losyonlardır və ya özəl bir duş jelləridir. Bunlardan istifadə edə bilər. Tez-tez duş almaqdır. Bir də o mentollu olan kremlər var, sinkli kremlər var. Bunlar istifadə oluna bilər ki, o dərinin aşırı yağlılığı və tərləməsini aradan götürsünlər deyə. Tamam. Yine təşəkkürlərini bildirənlər var. Bir nəfər yazıb, salam doktor, ilk öncə təşəkkürlər. İmmuniteti dərman vasitəsilə qaldırmaq olurmu? Bəli, olur. Yəni immun yetməzlik, yəni əgər xəstədə immun çatışmazlıq varsa, genetik xəstəlikdir bu. Əgər genetik xəstə diaqnozu qoymuşuqsa, genetik
VES analiz dediğimiz, tüm egzom sekanslama dediğimiz testler var ki, onları elədiyimizdə diaqnozunu qoymuşuqsa, fərqli müayinə üsulları var, müalicə üsulları var. Təbii ki, elə xəstəlik var ki, sadəcə ayda bir damardan vena daxili immunoglobulin müalicəsi veririk və ya subkutan dəri altına vurula bilər. Və ya eləsi var ki, sümükli transplantasiyası gərəkdirir. Sümükli transplantasiya olması lazımdır. Bəzilərinə gen tedavisi verilir. Bu xəstəlikdən xəstəliyə dəyişir. Amma bir çoxunun müalicəsi var, bəli. İmmunoglobulin, özəlliklə vena daxili immunoglobulin 3 həftədə bir verilməsi vacibdir. Qoruyucu antibiotik, qoruyucu göbələk dərmanlarının istifadəsi. O, hər genin fərqli xəstəliyə səbəb olur ki, yəni bu ağır immun yetməzliklər var, hipoqamaglobulinemiya dediğimiz aqamaglobulinemiya qrupu var ya da kombinə olmuş immun çatışmazlıq var, hiperimmunoglobulin E sendromları, yəni hər birinin ayrı-ayrı müalicəsi var, mövcuddur. Tamam doktor. Bəs doktor, siz öz sahənizlə bərabər digər sahənin doktorlarla işləyə bilirsiniz. Məsələn, mənim Bəli. ağlıma ilk gələn budur ki, tam allergik səpkisi olan bir insanın, xüsusən də qadınların illa da bir gözəlliklə bağlı bir psixoloji sıxıntıları olur və həmin xəstələri psixoloqlara yönləndirə bilirsinizmi? Bir çoxunda var. Yəni belə deyim də, bu övrə xəstəliyi var köpəşmələrlə, vücudunda ürtükər deyirik də biz buna, köpəşmələr yaranır, sönür, başqa bir yerdə yaranır və bir çoxunda streslə ilişkisi olduğu görülübdür. Yəni günlük həyatımızda yaşadığımız şeylər, ev içində, ailəsində ya da yoldaşı ilə, uşaqları ilə bağlı problemləri olur genəlliklə qadınların. Daha çox qadınlar gəlirlər bu şikayətlərlə. Onlarda bəli, psixoloqa, psixiatr daha doğrusu yönləndiririk. Psixiatrda müəyyən müddətdən sonra psixoloqa yönləndirir ki, psixoterapiyalar açısından, amma ən böyük səbəbi bu ürtükər övrələrin, öz-özünə yaranan övrələrin ən böyük səbəbi psixoloji streslə ilişkisi olduğu görülübdür. Bunu bütün çalışmalar da göstəribdir. Yəni uşaqlardan fərqli, böyüklərdə stres çox önəmli dəri xəstəliyin yaranma səbəbidir. Onda belə anlayıram ki, əslində həmin adamlara biz psixoloji seanslar, məsələn, psixiatr yanında müalicə alsa, həmin səpkilər diləcək, deyilmi? Bəli, bəli, bəli. Amma nə qədər sizin tərəfdən müalicə alsa da yenə düzəlməyəcək. Bəli, o antihistamini kəsən kimi yenə başlayacaq səpməyə. Çünki o stressdən, ortamdan o şeylənməyibdir. Və bunu bir insana anlatmaq o qədər zordur ki, bir insana psixiatra get deyəndə, yəni belə həqiqətən də qəribə baxırlar ki, necə, yəni mən psixiatra neyim var ki mənim falan. Sonra anlatır və həqiqətən də psixoloji problemi olduğu görsən. Yəni zaten obsesiv olur ya da bir şey var ki, anlattığında başa düşürsən ki, bu problemləri var deyə. Ona görə məsələn alopesiyalar var, saç tökülmələri, ocaqlı və ya total alopesiyaların çoxunun altında stressdir, ən önəmli faktor. Uşaqlarda belə düşünün. Yəni məsələn bir neçə xəstəm var, uşaq evindən uşağı alıblar və uşağın alopesiyası başlayıbdır. Yəni o stresslə bağlı oluşan şeydə və bunu ailəyə anlatmaq mümkün olmur. Deyir ki, uşaq mutludur, məsuddur. Niyə mənim uşağım da stressə bağlı olsun? Niyə psixiatra gedim? Psixiatra bir xəstəni yönəlimi o qədər zordur ki, yəni otizmli uşaqlardan başqa psixiatra gedən normal uşaq yoxdur. Yəni əslində normal uşağın da psixoloji sorunları ola bilər. Məktəbdə, ev içində ya da o arkadaşların arasında özgüvənsizlik və s. kimi şeylər ola bilir xəstələrdə. Bunu ailəyə anlatmaq çox zordur, amma altda bir çox səbəb ola bilər. Ən çox da övrələr, bir də alopesiyalar, saç tökülmə, dırnaq, qaş, kirpi tökülür uşaqlarda. Böyüklərdə də təbii ki ola bilər, amma uşaqlarda çox görülür. Böyüklərdə stressə bağlı ən çox psoriazis görülür. Sədəf xəstəliyi dediyimiz o diz, dirsək nahiyələrini tutan xəstəlik ən çox stresslə ilişkisi olduğu görülübdür.